Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir. Bu problemin qarşısını almaq məqsədi ilə bir il əvvəl əmlak amitasiyası tətbiq olunacağı deyilmişdi. Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarından süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurum bildirdi ki, daşınmaz əmlakın elektron reyestri və kadastru informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur. Belə ki, sistemin yaradılmasında məqsəd daşınmaz əmlakın dövlət reyestri haqqında sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir. Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquq müəyyən edici sənədlərin olduğu daşınmaz əmlakın qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcəkdir.